Dostlar, gördüyünüz Viacheslav Maksimoviç Çornobildir. Ukrayna Milli Azadlıq Hərəkatının liderlərindən biri, Ukrayna müstəqilliyinin memarlarından biri. Mən o xoşbəxt insanlardanam ki, Viacheslav Maksimoviç hər zaman mənə xüsusi yanaşması olub. Bunu Ukraynada hamı bilir və Viacheslav Maksimoviçin 80 illik yubileyinə yazılan kitabda 12 nəfər seçilmiş, onun ən yaxın silahdaşlarından biri kimi mənə də həvalə olunmuşdu. Kitabın adı Böyük ağaclar kölgədə bitmir, kölgədə qalmır yəqin deməkdir. Bitmir yazıblar. Dəqiq hərfi tərcüməsi belədir. Viacheslav Maksimoviç böyük şəxsiyyət idi. Çox təəssüf olsun ki, onu 1999-cu il prezident seçkilərinə 6 ay qalmış öldürdülər. Yol qəzasında öldürdülər. Mən hər il onun hadisə yerində də çıxış edirəm. Burada da ad günündə çıxış edirəm. Bu ildə yəqin yenə tədbirlər olacaq hər il. Yəni 1937-ci ili dekabr ayında doğulub. Dekabrın 25-i və doğrudan da Ukraynanın Milli Azadlıq Hərəkatının ən aparıcı şəxsiyyətidir, simasıdır demək olar ki. Çox insanlara eşitmək qabiliyyəti var idi. Yadıma gəlir ki, elə olub ki, saatlarla danışmışıq. Söhbətlərimiz olub. Dünyanın gəlindən, gedindən. Viacheslav Maksimoviçin çox tarixən hörmət etdiyi şəxslərdən biri Əbülfəz Elçibəy idi. Özü mənə deyib bununla bağlı, mən xatirələr kitabında da yazmışam. O deyirdi ki, təkcə bizim həmən o dissidentlər hərəkatından 60, 70, 80-ci illərin dissidentlərindən, Milli Azadlıq Hərəkatının liderlərindən sona qədər, həmişə belə deyirdi, sona qədər 2 nəfər, 2 şəxs demokrat olaraq qala bildi. Onlardan biri Əbülfəz Elçibəy idi, biri də Çexiyanın prezidenti Václav Havel'di. Həmişə deyirdi və ən yüksək qiymətini verirdi. Bilirsiniz ki, Azərbaycanda xalq hərəkatı illərində Viacheslav Maksimoviç Bakıda da olmuşdu, mitingdə də çıxış etmişdi. Çox böyük şəxsiyyət idi. Doğrudan da yəni bu insanlarla yaxın olmaq, yaxından söhbət eləmək, onun həyat yoldaşı Atyena xanım deməli şairə idi. Çox dərin mənəviyyatlı bir insan idi. Onların evində də olmuşam dəfələrlə. Hər zaman parlamentin kularlarında yanında kim olmasından, kimlərlə olmasından asılı olmayaraq mənə görən kimi işarə eləyirdi, yaxud özü yaxınlaşırdı ya da yanına çağırırdı ki, də görəm Azərbaycanda nə baş verir. Azərbaycan Viacheslav Maksimoviçin necə deyərlər, çox vacib ölkə idi. Hər zaman soruşurdu, hər zaman. Çox təəssüf olsun ki, deməli, doğrudan da talihə baxın. Viacheslav Maksimoviç Əbülfəz bəydən yarım il tez doğulub və onlar həyatlarını yarım il fərqlə yenə də eyni yaşda, eyni aylarda bitiriblər. Bax belə, nə bilim, bizim bilmədiyimiz, yəqin başa düşmədiyimiz hansısa bir numerologiya var, bir rəqəmlik var bu dünyada. Nə qədər onun Azərbaycan Milli Azadlıq Hərəkatına yüksək qiymət verməsinin şahidi mənəm. Dediyim kimi, Viacheslav Maksimoviçin 80 illik yubileyinə yazılmış kitabda bununla bağlı çox ətraflı yazmışam. Və Böyük Əbülfəz Elçibəy mən Kələkiyə getməli idim. Mənə bildirdi ki, Ukraynaya get, hər şey Ukraynada başlayacaq. Yəni bu həqiqətdir. Bunun şahidləri var. Ən azı Oktay bəy Qasımov, Əbülfəz bəyin köməkçisi. Mən doğrudan da artıq mənə bilet alınmışdı. Mən Naxçıvana uçmalı idim. O vaxt bilirsiniz, Əbülfəz bəyin həyatına təhlükə var idi. Kələkidə, Ordubadda. Onda mənə bildirdi ki, hər şey Ukraynada başlayacaq. Əbülfəz bəy də, yəni Ukraynalı dissidentləri çox yaxşı tanıyırdı. Ukraynada gedən Milli Azadlıq Hərəkatını çox yaxşı bilirdi. Və doğrudan da onun dedikləri öz
yerini tuttu ki, bu xarabanın dağılması, yəni SSR-nin, sonra da Rusiya imperiyasının dağılmasını deyirdi. Ukraynadan başlayacaq, Ukraynaya kömək etmək lazımdır. Və biz bu işi necə deyirlər, bu günə qədər də görməkdə davam edirik, çünki doğrudan belədir, yəni hamının gözü qarşısında baş verir. İmperiyanın yaradan da yeri gəlmişdir Ukraynalılardır. Çünki Rusiyanın tarixini bilənlər, müvəqqəti Rusiya Federasiyasının tarixini bilənlər bilirlər ki, Rusiya Federasiyasının qurulmasının səbəbkarları da Ukraynalılardır. Onun deməli, nəyi varsa bu günləri, əsas strukturları filan, onların hamısını quranlar Ukraynalılardır. Çox təəssüf olsun ki, bəzən də xəyanətlər olub Ukraynaya qarşı tarixdə. Kimlərsə Çarın xoşuna gəlmək istəyib, kimlərsə belə, yəni imperiyalarda baş verənlər də, həmişə rəhmətlik İslam Maksimoviç deyirdi ki, bizdə hardan olsun müstəqil kadrlar. Kim Rusların qarşısına daha dörd qat bükülürsə və daha yüksək səslə ura deyirsə, milli kadr o sayılıb. Məsələn, şəxsən mənim özümlə danışımda dediyi ifadə belə olur ki, kim daha çox əyilibsə Rusların qarşısında onu eləyiblər milli kadr. Belə, ruhu şad olsun. Mən tez-tez buradan keçirəm və hər gün elə bir ki, yaxınlaşıram. Facebook dostlarım bilirlər, mənim burada çoxlu, hər il demək olar ki, çıxışım olur. Həm deməli, doğulduğu gün, həm də öldürüldüyü gün mart ayı, 99-cu il. Belə, dostlar, bunu da bildiniz, bunu da gördünüz. Həyat davam edir, çünki